Sualda deyilir, hər birinin potensialı fi 0 olan n sayda yağ damcısı birləşərək kürə şəkilli bir damcı əmələ gətirir. Böyük damcının potensialını hansı ifadə ilə tapmaq olar? Deməli, yağ aqreqat halına görə mayedir. Mayələr də həcmini saxladığına görə biz həcmin konstant olduğunu qeyd edə bilərik. Kürənin həcm düsturu 3/4 pi r kubudur. Əgər balaca bir yağ damcısının, tutaq ki, radiusu balaca r olsa, böyük yağ damcısının radiusu da böyük r olsa, onda n sayda balaca yağ damcılarının həcmi bərabər olacaq böyük yağ damcısının həcminə. Buradan 3/4'lər və pi'lər ixtisar gedər. N vurulsun r'in kubu bərabər olar böyük r'in kubuna. R'in kubu bərabərdir n vur balaca r'in kubu olduğundan r də bərabər olacaq r vurulsun n üstündə 3/1. Bu belə qalsın. Hər bir balaca kürənin tutaq ki, yükü Q0 olsa, onda böyük yağ damcısının yükü də n vurulsun Q0 olacaqdır. Onda bir kürənin potensialı üçün fi 0 bərabər olacaq K Q0 bölünsün balaca r. Hamısı birləşəndə onların da potensialı K n vur Q0 bölünsün. Böyük yerində yerinə düsturumuzu qoyaq. Almışıq da ifadə r vurulsun n üstündə 3/1. Bunları tərəf-tərəfə bölsək, fi 0 bölünsün fi bərabər olacaq. K'lar ixtisar gedir, Q0'lar da ixtisar gedir. R'lər də gedir. Geridə qalır n bölünsün n üstündə 3/1. Bu da olacaq 1 bölünsün n üstündə 3/2. Onda fi də bərabər olacaq fi 0 vurulsun n üstündə 3/2. Bir cavab axtarım, o da A variantındadır.